Bizim Azərbaycan muğamına doğrudan da zəngindir, əvəzsizdir. Mən istəyirəm ki, sizin bu sənətə gəlişinizdən başlayaq. Biz bayaq dedik, indi deyirik ki, dini musiqidən başlayıb sizin üçün sənət yolu. Bəli, bəli. Yaxın keçmişi yadınıza salmaq istəyirəm. Dini mərasim, musiqilərə vaxtla çox maraqlanmışsınız. Hələ o zamanlar ilk dövrlər yadınıza salıb məclislərə getməyinizi tələsməliyim. Amma bir məqamı xüsusilə yadınıza salmaq istəyirəm. O məclislərin birində sizə bir sual olunub, kimlərdənsən deyə. Bax, o sual sizin babanızın ilk nəvəsinə çevirdi. Mən uşaqlıqda yaxşı yox, əla mərsiyə deyərdim. Maşınla məni təmənnasız. Ən axırıncı mərsiyə deməyim yadımdadır. 1954-cü il 9 avqustda. Göy Məsciddə məxluq. Mən orada dedilər ki, Əzrağın, bu da çoxdur, Əzrağın mərsiyəsi əfradları. Cəmaat da birisi Aşura günü keçmək olmaz, cəmaat biraz gecdə olur. Mən yaxşı mərsiyə maşınla gəzdirirdilər. Bir Novxanlı kəbdə Əbdülbağı kişi vardı. O rəhmətlik bir ay 20 gün Məhərrəm oxudurardı. Sonra bir 200-300 nəfərə ehsan verərdi. Mən də gələrdim, hər gün maşınla götürüb, bir an mərsiyə deyib, çıxıb gedərdim. Həmən günkü axırıncı gündür, burada ehsan verəcəklər. Mən qapıdan girəndə içəri gördüm, rəhmətlik mənə tutdu. Dedi, oğlum, şeyxlər, axundlar buradadır. Racidən deyərsən. Çünki raci, necə bu bizim qəzəliyyət aləminin Füzuli, Seyyid Əzimdir. Raci də bu mərsiyə aləminin o belədir. Dedim, baş üstə. Gəldim, bir racinin mərsiyəsi var. Hicrin eylib məni məğmun, əli yav elədi, əntə məzlun, ənə məzlun. Mən bunu bir dənə dedim ki, daha özüm də bilmirəm, deyiblər ki, şeyxlər, axundlar buradadır. Rəhmətli babam da çox məni istəməzdi. Qız nəvəsiydim. Belə elə bilirdi ki, mən belə necə mən qutardım, gördüm o başda balxunların başında şəbənddir. Həmən o kişi mənə belə elədi. Getdim qabağa, mən 3-4-ünü tanıyırdım. Köhnə Şeyx Fərəzullah, Şeyx Mövzum, Şeyx Əhməd köhnələrdən. O üçünü tanımadım. Orada mənə biri dedi ki, bizdə qabaq deməzdilər haralsan. Bu yaxşı şey deyil. Azərbaycanlıyıq da biz. Dedi, oğlum, kimlərdənsən? Dedim, Çodar Kəbdətdaşın nəvəsi. Əhsən Müşərrəf. Çıxdım, bəli, çıxdım, getdim. 1-2 gündən sonra bir də gördüm, rəhmətli babam xəbər yollatdır. Bunların hansısa görüb yolda onu. Deyib ki, əhsən, sənin nə yaxşı nəvən varmış filan. Çağıtdırdı, məni nənəm rəhmətli, Allah cəmi ölənlərəm. Məşədum Leyla, düşbərə qutanmaya üçün mən oldum formada birinci yerdə. Birinci nəvə.